Sabiq deputat, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov qəzaya düşüb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Qəza ilə bağlı yayılan videoda bir maşının açdığı, Əflatun Amaşovun isə yerdə yaralı vəziyyətdə olan şəxsin yanında dayandığı görünür. Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov Yeni Sabaha bildirib ki, hazırda atasının səhhəti yaxşıdır. Narahatlığa heç bir səbəb yoxdur, xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb, deyə oğlu bildirib. Göygöl rayonunda bədbəxt hadisə baş verib. Hadisə martın 22-si saat 22 radələrində qeydə alınıb. Belə ki, Üçtəpə kəndi ərazisində Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü Sübhan Xaliqoğlu Bayramovun əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlləri əzilərək deşilib və bir barmağı amputasiya olaraq götürülüb. Baş vermiş faktla bağlı araşdırma aparılır. Beyləqanda da bədbəxt hadisə yaşanıb. Hadisə rayonun Xaçınabad kəndində qeydə alınıb. Kənd sakini 1961-ci il təvəllüdlü İsmail İsmailov elektrik xəttində təmir işləri apararkən onu cəryan vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. İlkin ehtimallara görə hadisəyə səbəb elektrik xəttində aparılan iş zamanı təhlükəsizlik qaydalarının pozulması və ya texniki nasazlıq olub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Zərdab rayonunda ağır avtomobil qəzası baş verib. Zərdab.com-un məlumatına görə hadisə rayonun Əlvət kəndində qeydə alınıb. Belə ki, Hyundai Santa Fe markalı avtomobil idarə etmədən çıxaraq su kanalına aşıb. Nəticədə Nəsibov Rasim Yaquboğlu və Nəsibova Paket Kamran qızı hadisə yerində həyatlarını itiriblər. Hadisə zamanı daha 4 nəfər Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxşova və Umud Mütəllimov xəsarətlər alıblar. Ötən gün Samux rayonunda meyit aşkarlanıb. Gəncə şəhər sakini 1966-cı il təvəllüdlü Rəhim İskəndəroğlu Babayeva aid olan meyit mərhumun yaşadığı Sərkar kəndindəki evdə tapılıb. Onun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. Rayon prokurorluğu tərəfindən baş vermiş ölüm faktı ilə bağlı araşdırmalar aparılır.